Bunu mən səssiz açdılar. Vüqar çıxarda bilsən səssizliyi. Vüqar müəllimə şəxsiyə yazmışam. Çıxardaram. Çıxart, Çox çıxart. sağ olun. Sağ olun. Vüqar, daimi izləyicilərimizə qarşı xahiş edirəm biraz diqqətli ol. Adam bizə hər oyunda dəstək olur, hədiyyələr atır. Sən niyə səssiz Yox, atırsan? mən atmamışam müəllim. Selamünaleyküm kardeş. Mən puanı Akşamınız yoxduram xeyir. indi. Salam, axşamınız xeyir. Ne var ne diyorsun kardeş vaziyet? Ben bir tane böyle bu şeye karşı bir hukukların pozulmaya göre bir tane məsləhət eləmək istirdim sizə Ne qardaşım. görək sənin hüququnu kim pozub, niyə pozub? Bu kredit nə məsələsidir? Mən 2024-cü ildə kredit götürmüşdüm 400 manat Tuazdan. Online'dan. İndi bu səfdə mən indi 2023-cü ildə bir dəfə əməliyyat olmuşam. 2024-də bir dəfə əməliyyat olmuşam. 2025-də bir dəfə də. Allah İki şəfa parmağımı versin. itirmişəm. Ha, sağ ol. Allah razı olsun. Bunlar da götürüb mən də 2025-ci ildə şeyə çıxdım pensiyaya. Bunlar da götürüblər indi mənim heç bir qolum olmadan, imzam olmadan bunlar götürüblər mənim pulumdan çıxıblar. Buna qarşı nə tər eləməliyəm? Nə, pensiyanla çıxıblar? Bəli. İndi qulaq as, sən gedib kredit götürmüsən, düzdürmü? Bəli 400 manat kredit götürmüşdüm. İndi bu krediti ödəməlisən, düzdürmü? Bəli. İndi Bizdən ödəmirsən. nətər mən ödələməyə də neçə dəfə onlara dedim ki 400 manat ödəliyəm. Mənim yoxumda mən ikinci qrupam. Bizdən ayaqlarda tutulma var. İyi pilotsa parmaqlarımı Allah şəfa çıxarım. versin dostum. Kredit götürmüsən, ödəmirsən. Sonra da deyirsən ki, mənim hüquqlarım pozulub. İndi Yox, bilirəm, bizdən nətər kimin hüququ pozulub? müqabil mənim müqavilam da əsasım yoxdur axı orada. Ay qardaş, 400 Manat manat ödənə- götürsən, apar kreditini ödə də. O da olub 740 Ay manat. qardaş, ödəməmsən üstünə faiz gəlib də, müqavilə bağlamısan da onlarla. Başa düşdüm. Dəhşətdir. Vallahi and olsun bu xalq. Deyir hüquqlarım pozulub. Kredit götürmüşəm, ödəməmişəm, hüquqlarım da pozulub. Bax, kredit götürmüsən, qaytarmalısan da. Cəmaətin borcu var sizə. Bəzən birdən elə deyirlər ki, kredit götürmüşəm, ödəyə bilmirəm. İmkanım yoxdur. Hayır, yox, onda neynəsən, pay versinlər sənə. Gelib siqaret Emdə bir çəkmək dənə sata yazdı. Səssiz də yoxsan. Emdə. Emdə bir dənə yaz görə düşürsən. Afi buyur. Ölkədə məndən çox hüququ pozulan olmayıb. Hələ mən bir dəfə demirəm ki, hüququm pozulub. Axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Bağışlayın sizi 2 dəqiqəlik narahat eləyəcəm Müşfiq müəllim. Buyurun. Müşfiq müəllim, mayın 23-ü mənim dayım rəhmətə gedib. Allah rəhmət eylesin. Ölənlərinizə rəhmət. Evində bir dənə qızı var. 9 il bundan qabaqda yoldaşından boşanıbdı. Bir dənə də qızı var. Qızı da 5 il bundan qabaq atalıq Xanım, yoldaşından boşanan kimdir? yoldaşından boşanan dayım yoldaşından 9 il bundan qabaq boşanıbdı. Dayım da mayın 23-ü rəhmətə gedib. Bildimi? Bir Dayınız boşanıb da yoldaşından. bəli, 9 il bundan qabaq. Ay, sonra da rəhmətə gedib. Bəli, bu 40-a hələ çıxmayıbdı. Mayın 20 bir dənə də qızı var. Aha. Qızı da 4 il bundan qabaq atalıqdan, qızı da Rusiya vətəndaşıdır, Azərbaycan vətəndaşı deyil. 4 il bundan qabaq atalıqdan çıxardıbdı adını, familiyasını, başqa familiyadadır. Atasının adını da yəni daşımır. Anası var, nənəm var yəni. İndi bu necə ola bilər? Bu evdən nənəmə mülk düşür, yoxsa hamısı qızına qalır? Yox, bu əgər dayınız rəhmətə gedibsə, onun vərəsələri, onun evladı və valideyni. Hər ikisi Anasıdır. ortaq vərəsədir. Bəli. Yəni Bəli, ata hər adından ikisi məhrum ortaq eləyibsə də atasını yenə vərəsədir, eləmi? İndi bunu necə anasının adına keçib ev satılmalıdır, yoxsa necə qızının adına keçib ev satılmalıdır? Hər ikisinin adına. Qeydiyyat vəsiqəsi hər ikisinin adına verilməlidir. Ortaq. Hər ikisinin. Bu gün Bəli. vəkilə nənəm Asan Xidmətdə 5 illik
şey veribdi. Nə deyirlər ona bilmirəm. Etibarnamə. Bəli, veribdi. Vəkil də deyib ki, bu iş uzun sürər. Bu iş nə qədər uzun sürər Müşfiq müəllim? O hardasa 3-4 ay gedəcək. Bunu dövlət məhkəmə əli ilə satılır, elə ev. Necə? Məhkəmə əli ilə satılmalıdır bu ev. Niyə məhkəmə əlindən satılır ki? İkisi gələcəkdə razılaşsınlar. Bəli. Ya biri payından imtina eləsin pul müqabilində və yaxud da satsınlar, bölsünlər pulunu. Çox sağ olun, minnətdaram. Bağışlayın, sizi narahat elədim. Buyurun. Dostlar, yayımdan çıxmayın, zəhmət olmasa. Cəmi 1 dəqiqəlıq səng eləyəcəm. Xahiş edirəm, gözləyin yayımda. Yeni gələn izləyicilər salamlayırıq. Səhifəyə takib atmayanlar Müşfiq müəllimin adının yanında plus işarəsi var. Zəhmət olmasa səhifəyə takib atıb fanat klubuna qoşulub məni sev atın. Bizim yuxarıda papaq hədəflərimiz var. Jetonu olanlar bizim hədəflərdən atın zəhmət olmasa. Dostlar, təşəkkür edirəm. 801 nəfərin heç biri çıxmadı canlı yayımdan. Yox, deyəsən bir 10 nəfər çıxıb. Xanım hara getdi ay Vüqar? Xanımı saxlaya bilmədin. Nəsir o çox sağ ol. Sağollaşdı getdi də müəllim. Hə, sağ ollaşdı. Hə, bildim. Məmməd Sadə salamlayıram sizi də. Ramin bəy, buyurun. Müşfiq müəllim, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Can sağlığı versin. Təşəkkürlər. Çətinliyimiz var, Buyurun. ehtiyacımız var. Deməli, dekabrın 13-ü atam bir maşını alıb anamın adına. Aparmışıq, anamın adına keçilmişik. Nəysə, ayın 27 gündən sonra anam rəhmətə gedir. Allah 7 gün rəhmət eləsin. ölənlərə rəhmət. İndi biz o maşını buradan, qapımızdan, evimizdən olmamızdan rədd eləmək istəyirik. Getmişik notariusa, deyirik ki, bəs notarius. 6 ay gözləməz. Bəli, 6 ay da keçib. 6 ay keçib. Dekabrın 20-si bu gün də ayın neçəsi. Deyir, yox, bu maşın vərəsəlik gətirməlisiniz ki, bu maşını atan sürə bilər də, heç kimə sata bilməz. Vərəsəlik lazımdır ki, bu maşın Düzdür, vərəsəlik açılmalıdır. Orada digər varislər imtina eləməlidir əmlakdan. Notarius düz deyir, düz izah edir. O qaydada olmalıdır. Elədir, hə. Yəni ayın 20-sindən deyir bu yana, anam rəhmətə gedən gündən bu maşını sən atan sürə bilər də, sata bilməz. Hə, Yox, atam indi paraliz. Əgər vərəsəlik tam açılmalıdır, şəhadətnamə verilməlidir, sonra əlbət ki, düz deyir. Biz hələ heç məhkəmə ilə ölüm kağızını hələ indi ayın 21-i alacam, vermirlər orada. Notarius düz deyir, onları həll eləmək lazımdır. Düz deyirsən, hə, aydındır. Onu bilmək istəyirdim. Çox sağ olun. Allah razı olsun. Bir dənə zəng gəldi, telefonu bağladım, yandırdım, 100 nəfər itirdik. Müəllim, atasız qız adlı profilin sorğusu olsa qoşarsınız da. Sənə xətirbə dəyməyəcəm ki, Vüqar, qoşdum. Buyurun. Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Necəsiz Müşfiq müəllim? Çox sağ olun, minnətdaram. Bir dənə sizdən söz soruşmaq istəyirəm. Elə bil ki, mən 15 il bundan öncə boşanmışam, rəsmi boşanmışam da. Rəsmi boşanmışam qətnamə ilə, məhkəmənin qətnaməsi ilə. 2 dənə övladım var. Onların heç birini elə bir dəfə aliment kəsdirdim, vermədi. Sonra getdim alimentə xitam verdim. O xitam verilən belə deyək də ərəsədə mənim Xitam keçmiş verirdiniz xanım, deyə bilərsiniz. vermədi də, aliment vermirdi. Mən də çox əsəbləşdim, vermirdi. Yəni üzr istəyirəm, içirdi. Yəni pis vərdişlərə ürcah idi. Yəni içirdi, gəlirdi qapıda ağzına gələn danışdı. Mən də acığım tutdu. Gedib götürmədim də, dedim istəmirəm, bağladım alimenti. O sənəmcə də elə bir müqavə deyək də, belə deyək də. O da dedi ki, xanım məndən aliment istəmir, mən də evi verirəm ona. İndi təzədən o məndən sonra 3 dəfə ailə qurub, boşanıb, hər deyək də, yoldaşından da bir uşağı var, 2 uşağı var da, belə deyək. İndi mənə məlumat veriblər ki, belə deyək də, məhkəməyə gedib çıxıb ki, qapını bağlayıb çıxıb gedib də, yəni
nətər deyim, yox evdə yaşayış yoxdur. Oğlumun biri əsgərdir, bir də xəstədir, anamın yanına qoyub mən özüm işə getmişəm. İşləyirəm, hal-hazırda Bakıda işləyirəm. İndi qapı bağlı olduğuna görə deyir məhkəmədən adam gətirir ki, evdə qapı bağlıdır, gəlib evdə yaşamaq istəyir. Onun yaşamaq hüququ varmı orada? Amma belə deyim də elə bir evi bölmüşdülər müəllim. Elə otağın biri ona düşmüşdü. Biri mənə düşübdü. Mən işlədim, artırdım, 3 otaq elədim. Hamamın, kuxnası, hər bir şəraitini özü üçün qurdum. Amma yenə də o özü üçün bir otaq, bir böyürdə bağlayıb ağzını gedib. Onun mənim gəlib yaşadığım evə ixtiyarı varmı girib yaşamağa bir dəqiqə? İndi mən başa düşmədim. Bu evi birgə nicah dövründə əldə eləmisiniz. Düzdürmü? Bəli. İndi yaxşı, evin yarısı onundur, yarısı sizindir. Bəli. İndi o da deyir ki, mənim qapım bağlıdır. Mən qapımı qırıb gəlib həmin evdə yaşamaq istəyir. Yəni indi Ay xanım, o həm də onun evidir, əzizim. Siz o qapını necə bağlamısınız? Bağlamısınız, açarın birini də ona verin də. Axı onun da evidir ora. yox, elə bir ki, müəllim başa düşmədiniz də. Məhkəmə elə bir dedi ki, 2 dənə otaq olub. Otağın birini ona ayırdı, verdi, birini mənə. Onun kodu ayrıdır, otağına girmək kodu ayrıdır. Mənim otağıma girmək kodum ayrıdır. İndi o deyir ki, bəli, ayrılıb. İndi o deyir ki, həmin o bağlı mənim o kodumu qırıb deyir, girib o evdə yaşayacağam. Niyə? Öz evində niyə yaşamır ki? Bilmirəm, onun atası gültoladıblar ki, gəl qız yaşamır burada. Gəl övi qır, haçarı qır, giri yaşa orada. İndi onun işləri var mı? Elə bir şey olsa siz polisə ərizə versəz cinayət işi qaldıracaqlar mı? Onun üçün cinayət işi qaldıra bilərəm də mən, elə müəllim. Əlbəttə ki, qanunsuz öz başına gəlib sənin evinin pəncərəsini qırıb, Bəli. qapısını qırıb, içəri keçən adam barəsində əlbəttə ki, polis tədbir görməlidir. Aha, indi yəni o elə bil orada ərizədə yazdı ki, mən Mənzil toxunulmazlıq hüququnu pozmadır. orada bir dənə də ərizə Artıq o ev sizin yazdı. özünüzə məxsusdur. Onun evi kənardadır. Bəli, Girişi orada başqa yerdə. üzr istəyirəm, müəllim. Orada bir ərizədə yazdı ki, mən evimi həvalə edirəm həyat yoldaşımdan, həyat yoldaşımın uşaqlarına. Yəni öz uşaqlarıma. Oğlum da Onun fərqi əsgərlikdədir. yoxdur. Onu indi həvalə eləyib öz evini, indi də gəlib öz evində yaşaya bilər. Onun nə adəti var ki, ərizənin? Söhbət sizə məxsus evdən gedir. Bəli, mənə məxsus evinə. Yenə deyirəm, kodum ayrıdır. Mən özüm getdim, işlədim, qazandım. Elə şey olsa 102 xidmətini yığın, qoy polis gəlsin, araşdırma aparsın. Tamam, çox sağ olun. Var olun müəllim. Siz biraz məni ürəkləndirdiniz. Həqiqətən də bir həftədir mən inanırsınız gecə gündüz mən yuxu yatmıram ki, necə olacaqdı. İndi deyir, ayın 22-si məhkəmədən adam gəlməlidir. O evə baxış keçirməlidir ki, bu qapı niyə bağlı qalır? Bir dənə də sual mən sizə verim. Niyə boşanmısınız yəni? Xasiyyətimiz düz gəlmədi. 15 ildir mən boşandığım. 15 ildir müəllim. Mən boşandığım 15 ildir. Yəni insan xasiyyəti, insan çox əzaba dözə bilmirdi. Çox əzablar çəkdim, döyüldüm, söyüldüm. Yəni nə bilim, yəni mən çəkdiyim əzabı heç bir qadından arzulamıram ki, o əzabı çəksin. Qızqayıt İsayeva 102 baxıb necə nə edəcək? Adam ev buna məxsus evdir. Məhkəmə evləri ayrı. Bu adamın girişi ayrıdır, qapısını bağlayıb çıxıb gedir. Bəli, girişim ayrıdır. Mənzilin qapısını qırıb içəri girirsə, əlbəttə ki, mənzil toxunulmazlıq hüququnu pozmadır. İş başlanmalıdır burada. Ya bu qapını öz Buyurun gözümə xanım, mən sizə izah elədim. Çox sağ olun, müəllim, var olun. Allah sizi olun, qorusun. təşəkkür. Çox sağ olun. Buyurun, mənasız həyat. Nəsirov, təşəkkür edirəm. Dəstək üçün minnətdaram. Ümumiyyətlə, dostlar, bu arada dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Abdullah, buyur. Buyurun, Halik. Salam əleykum Müşfiq bəy. Salam, Şükür salam. sizin qəbulunuza düşə bildim valla. Buyurun, Biz buyurun, on- danışın, on danışın, gün- mən kameranı silim, danışın. Hə. Danışın. Müşfiq mən Laçınlıyam. Birinci Qarabağ
müharibəsinin döyüşçüsüyəm. O qabaq öndə gedənlərdən biri olmuşam. Amma 2004-cü ildə mən Rus vətəndaşlığını qəbul eləmişəm. Uşaqlarım məktəb oxuyurdular orada. Hə, orada bir nömrəli Pavlov adına Dövlət Universitetində oxuyurdular. Ona görə də mən vətəndaşlığı qəbul eləmək zorunda qaldım. Hə, indi Laçında mənim özümə aid şəxsi Dostum, televizyon səsini aşağı eləyin də. Nə olar, biraz bizə hörmət eləyin. Hə, mənim Laçında özümün evim var idi, amma evdə yoldaşımın adınaydı. Evi mənə vermədilər. Deyirlər ki, sən Rus vətəndaşsan, gedib nədir, Rus vətəndaşlarından imtina eləməlisən, gəlib Azərbaycanda təzədən vətəndaşlıq almalısan. Mən getdim bütün qonşularımdan da şahid yığdım ki, imza topladım ki, bu ev mənimkidir. Minə yaxın cəbhə yoldaşlarımdan, yəni Laçın polisindən, o 711-ci batalyondan hamısının imza topladım, heç baxıb eləyən olmadı. Verdim apellyasiya məhkəməsinə, apellyasiya yox, nə deyirlər o mülklə əlaqəli verirsən, ərizə verirsən, nədir məhkəmənin adı? İqtisadi məhkəmədir, nədir valla? İnzibati məhkəmə. İnzibati, bəli, heç dinləmədilər də, belə bir şey sıfır. Ne edə bilərəm? Apellyasiya şikayəti verin. Apellyasiya şikayəti verdim, o da onun dediyini təsdiq elədi. Onda kassasiya şikayəti verin ali məhkəməyə. Başqa nə edək? Daha məhkəmə müstəvisinə müraciət eləmişsiniz. Məhkəmə 2 instansiya iddianızı rədd eləyib. Başqa nə edək ki biz? 1000 nəfər şahidim var ki... İstəyir 10.000 nəfər şahidiniz olsun. Məhkəmə qərarı varsa, bunu burada müzakirə eləməyin əhəmiyyəti yoxdur. Bir də ki, mənim 31 nədə ailə yaşayır orada. 31 ailənin 30'u da imza verdi ki, bəli, bu ev bu adama məxsusdur. Bu adam burada yaşayıbdır. Mənim övladlarım bu evdə dünyaya gəlibdir. Halik, mən səni başa düşürəm əzizim. Sənin burada nə danışmağın heç bir əhəmiyyəti yoxdur. Çünki artıq apellyasiya məhkəməsinin qərarı çıxıb və qərar qanuni qüvvəyə minib. Yeganə əlac ali məhkəməyə şikayət eləməkdir. Bir də bir sual da verim sizə də keçi vəziyyətdən da bağışlayın. Mən Rus vətəndaşıyam, amma mən hal-hazırda Türkiyədə yaşayıram. Mən nətər bu Türk soylu kimlik var, onu mən nə cür ala bilərəm? Rus şeyi vermir. Qardaş, o mənim sahəm deyil. Onu Türkiyədə miqrasiya idarəsinə müraciət edin, onlar aydınlaşacaq. Bilmədim ki sizin. Sağ olun, Allah köməyiniz. Sağ olun, təşəkkür edirəm. Dostlar, yeni gələnlər adımızın yanında yuxarıda plus var. Xahiş edirəm, yeni gələnlər ona basıb kanala abunə olsunlar. 110 adam abunə olub bugün. Onu bir 200 nəfər eləyən zəhmət olmasın. Bizim yuxarıda hədəflərimiz var. Zəhmət olmasa pabaq hədəflərindən ataq. Timur, təşəkkür edirəm Timur sənə. 116 yeni izləyici gəldi. Dostlar, bir dənə izləyici sayımızı biraz yuxarı qaldıraq. Yuxarıda adımın yanında plus var, ona basın. Fanat klubuna qoşulub məni sev atın zəhmət olmasa. Timur, təşəkkür Timur. Özbəkistana eşq olsun, ay Timur. Buyurun Namik. Namik buyurun. Buyurun. Buyurun hanım.
Cinayət işinə qoşulmaq istəyən var, çata yazın. Nəsirov, təşəkkür Nəsirov. Sən bizim yayıma dəstək oldun. Minnətdaram sənə. Şirvan Əmbaş, buyurun. Buyurun Aybəniz xan. Bunda yox. Aybəniz xan, buyurun. Əlimdədir. O, Müşfiq müəllim üzr istəyirəm. Çox üzr istəyirəm. Sizi çıxardarıq. Dağlar 25-55-in sorğusu olsa qoşarsın. Buyurun. Salam Müşfiq müəllim. Salam. Müşfiq müəllim, bir sualım sizə var, xahiş edirəm. Mən ikinci dəfə qoşuram sizə çox minnətdarlıq bildirirəm. Buyurun. Mən 2018-ci ildə Lənkəran Meşə Bərpa İdarəsində müqavilə bağlamışam meşə torpağı ilə. O müqavilə bağlamışam meşə torpağı ilə. Obyekt tikilib orada, o obyektdə işləmişəm. İndi o obyekt mənim əlimdən alınıb, yəni sahibi gəlib alıb, torpaq mənim adımdadır. O torpaq mənim adımdadır, harca 5 ildə uzaqlaşmışam oradan. Bu ekologiya cərimələri mənim adıma yazır, amma fakt orada işləyən başqa adamlardır. Bu necə düzgündür? Xahiş edirəm, bir dənə sual cavab verərdiniz. Valla, mən birinci o sahə mütəxəssisi deyiləm. Əgər cərimələr sizin adınıza gəlibsə, məhkəməyə verin, sildirin də. Yox, məhkəmə indi mənə deyir ki, torpaq sənin adındadır. Mən müraciət eləmişəm, şifayı da müraciət eləmişəm. Deyir, sizin adınızdadır. Amma fakt verginin ödəsi orada həmin obyektin yası oturub vergi ödəsidir. Yəni, o ziyanı da həmin adam vurur da orada. İndi bildim, yenə deyirəm, sizin nə ilə bağlı cərimə eləyiblər? Orada mən bilmirəm, o həmin adam gedib ağac budayıb, nə bilim, ağac kəsib, neyini burada cəriməni mənim adıma yazıblar. Bildim, cərimə eləyən orqana müraciət edin ki, qardaş, mən orada nə işləmirəm, nə yaşamıram, obyektin gəlsin filan kəs, o geçici mütəxəssislərin göndərsin, araşdırsın da. Allah sizin canınıza dəyməsin. Mən 3 dəfə ərizə yazmışam. Cərimə yazan orqana müraciət edin. Əgər onlar artıq onlar tədbir görməsə, məhkəməyə müraciət eləmək lazımdır. Sizin sözünüzə qüvvət. 3 dəfə ərizə yazmışam həmin o Lənkəran Bərpa İdarəsinə. Deyir, yox, mümkündür, ancaq sizin adınıza getməlidir. Deyir, torpaq sizə məxsusdur ona görə. Bəli, torpaq sizə məxsusdur. Ya ərizə verin, torpağı çıxardın adında, amma fakt torpaq mənim mülkiyyətimdir. Məhkəməyə verib ancaq o cərimələri sildirə və vəzifə qoya bilərsiniz ki, onların üzərinə ki, gələn cərimələr ona hesaplansın. Onu mən cərimələri məhkəmə vasitəsilə obyekti işlədən adamın üstünə yönəldirə bilərəm orada. Əlbəttə. Mənə qarşı çox ədalətsizlik olur da, müşməyəlim. Bildim, elə dünya ədalətsizdir də. Görə bilmirsiniz onu. Bilirəm, aydındır bu məsələlər, amma düzdür, mənim indi 4 dənə işim məhkəmədədir, inzibati, rayon məhkəməsində, amma hamısı ədalətsizlik baxıb işlərimə. Bəlkə sən özün ədalətsizsən. Yox, fakt mən indi oturmuşam da qıraqdayam. Deyirəm, ola bilər də, bəzən adam özünü haqlı hesab edir, amma baxırsan ki, məhkəmə baxanda hesab olunur ki, sən ədalətsizsən. Yox, indi mən faktları qoymuşam məhkəmə qabağında, deyirəm ki, bu faktda torpaq mənim adımdadırsa, torpaqdır. Amma torpağı burada istismar edən adamlar var da burada. Bu məsələdə düz, mən sizlə razıyam. Məhkəmə sizin iddianızı təmin eləyəcək. Narahat olmayın. Çox sağ olun, sizinə minnətdaram. Amma sübut eləməlisiniz ha, onu ki, o torpaq mənim olsa da üstündəki obyekti mənim deyil və mən işlətmirəm. Sübutları təqdim edirəm. Müşfiq müəllim, üstəki obyekt deyil, o adam həmin obyekti
vergidə qoyub ödəcisi kimi orada fəaliyyət göstərir. Bəli, onu bir dənə sorğu versin, vəkiliniz alsın o sənədləri kifayət eləyəcək. Sağ olun müəllim, sağ olun. Buyurun, təşəkkürlər. Sağ olun. Fazilə Əhmədova, buyurun. Nəsirov, çox sağ ol, Nəsirov. Canlıya qulaq asan izləyicilərdən xahiş edirik, telefonu götürə bir dəqiqəlik canlını bəyənək də. Dostlar, bir dəqiqə zəhmət olmasa canlı bəyənin. Hərə bir 50 dəfə canlı bəyənsin. Canlı yayımız bu gün 1000 nəfəri keçmədi, Vüqar. Aqil bəy, idmanınız qutardı. Bəli, bəli. Onda buyurun. Salam, axşamınız xeyirmiş mən. Salam, axşamınız xeyir olsun. Üzürlü sayın və səsin açıq olduğunu bilməmişəm. Eybi yox. Çox üzürlü sayın. Mən 5 məsələ ilə bağlı narahat edirəm sizi. Rayonların birində yaşayıram. Mən rayon mərkəzinə yaxın, deyək ki, şəhərə yaxın bir qəsəbədə yaşayırıq. Bizim də yaxınlığımızda əkin tipli torpaq sahələri var. Bizim rayonumuzda yaşayan məcburi köçkün, hal-hazırda yəni status hələ qalıb da, o yəni işğaldan azad olmuş torpaqlarda hələ ona heç bir şərait qurulmayıb deyə bildiyim qədərilə bunun statusu qalır. Özü deyir ki, mənim statusum yerindədir. Bu adam burada torpaq alıb. Təyinatı əkindir, 1 hektardan azdır, haradasa 65 sot belə bir torpaq sahəsi var. Tam yaşayış evləri ilə arada bir dənə yol var da, sərhəddir, qonşudur. Burada əvvəl əkirdi yonca, nə bilim taxılacaq belə. Sonra bir balaca rayonda boşluqdan istifadə elədi. Bu adam burada daimi tikili kimi düzgün kərpiclə, daşla, qumla böyürlərini hörüb üstündə yəni yapığını yapıb burada ferma tikdi. Hal-hazırda da bir baş saxlayıram, 2 baş saxlayıram, aynen imkansızam. Halbuki şəhər mərkəzində 3 dənə evi var, yük maşını var, balaca maşınları var. Yəni bütün rayon bilir ki, onun nəyi var, nəyi yox. Daha özünə qismət olsun, yəni sözüm onda deyil. Bu adam 10 başdan yuxarı gətirib çıxarıb, iri buynuzlu mal-qaranı və çıxarıb küçələrimizdə, şəhər ərazisində, küçələrdə qapılarımızın ağzında otarırdı. Nəsə bunu dava qırğınla, zorla oralardan yığışdırmışıq. Amma ki, öz ərazisindən bu getmək fikrində deyil. Biz Əmlak Komitəsinə, İcra Hakimiyyətinə, Şəhər Sovetinə, mən bunlara müraciət edib ki, qanunsuz olunan bu tikilinib göstərdik. Və gəlib bunlara xəbərdarlıq elədilər şifahi formada İcra Hakimiyyətindən və Əmlak Komitəsindən gəlib bunlar gəlimə yazdılar ki, təyinatı əki olan torpaqda daimi tikili tikmisən. Bildim, Əmlak Komitəsi versin məhkəməyə söktürsün də onu. İş orasıdır, qalmışıq bir təzad içində. Müşfiq müəllim. Bax, Əmlak Komitəsi atır İcra Hakimiyyətinin üstə ki, mən öz hüququmu, İcra Hakimiyyəti deyir ki, mən öz tədbirimi görmüşəm, xəbər. Gəl belə də, torpaq kimə məxsusdur? Torpaq şəxsi öz mülkiyyətidir bu adamın. Daimi mülkiyyətidir. İndi orada nə tikib bu adam? Ferma tikib, daimi tikilik forması. Bildimi, ferma tikməyə icazə var. Xeyr. O torpağın təyinatı nədir? 5 hektardan, əkindir, 5 hektardan yuxarı olmasa, 5 hektar yuxarı olmasa, orada tikili eləmək olmaz. 5 hektardan yuxarıda da ancaq konstruksiya tipli tikilər olmalı. Bəli, əkinlə bağlı təyinatına uyğun olmalıdır. Orada ferma tikə bilməz axı. Ferma tikib və hal-hazırda 10 başdan yuxarı iri buynuzlu mal-qara saxlayır. Rayon rəhbərliyindəki bir qrup məmurlar da bunun tərəfindədir. Ancaq belə hiss edirəm, bilmirəm da nədir problem. Yəni bir konkret olaraq bir tədbir görülmür. Deyir biz İcra Hakimiyyəti deyir ki, məsələn biz gəldik, müraciətimizi elədik, biz onu xəbərdarlığımızı elədik, tikmə bu qanunsuzdur və biz çıxdıq getdik. Əmlak Komitəsi gəldi, mən cəriməmi yazmışam, mənim işim burada qutardı. Regional tikintiyə nəzarət fövqəladanın inspektoru ilə danışmışam. Deyir ki, əgər üstü örtülübsə, bizdən keçir bu söhbət. Binanın üstü örtülübsə, mən ona işin edə bilmərəm. Ancaq məhkəmə qərarı olmalıdır. Yəni, qalmışıq biz qonşular belə təzad içindəki, biz kimə müraciət edək? Bu adam sayını çox halda gedir. Nə pəncərə açmaq olur, nə küçəyə çıxmaq olur. Bu şəhər ərazisidir, şəhər ərazisi. Burada planda var idi ki, həmən yerdə məktəb, bağça tikiləcək. İcra hakimiyyəti onu məhkəməyə verməlidir.
vermir şurası. Biz də hətta qəbullarda olmuşuq, vermirlər və biz özümüz başdan öz qonşular öz aramızda yəni danışıb, məsləhətləşib, yəni sizdən bir məsləhət alaram ki, əgər bunu əmlak komitəsi siz özünüz də vəkil tutub məhkəməyə müraciət edə bilərsiniz. O proses ona gedir. Proses ona gedir ki, əlacsız qalmışıq. Heç bir orqan məsuliyyəti öz üzərinə yəni götürmədi. Yəni icra eləməyə istəmədilər də o məsələni. Deyirlər qanunsuzdur, amma qıraqda durulur. Hüququ pozulan istənilən adam məhkəməyə müraciət edə bilər. Və biz 10 nəfər, 8 nəfərik qonşular. Biz yəni müraciət edib, bunu həqiqətən də orqanlar özləri də təsdiq ediblər. Bu əmlak komitəsinin cəriməsi də var 500 manatlıq ona ki, sən təyinatı əkin olan torpaqda daimi tikilənsin. Xahiş edirəm. Müşfiq müəllim, vətəndaşa düzgün yol göstərin, məcburi köçkünlərin daşı düşüb başınıza. İndi təbii ki, başa düşdüm ki, bu qardaşa sən nəsə demək istəyən, Aqil. Aqilə demək istəyən, o məcburi köçkünlərin məsələsini qaldırıb. Yəni burada düzgün izahat nədir ki, adam deyir ki, ferma tikib bu adam. Yaşayış yerində də ferma tikmək olmaz. Bunun iyisi var, bu torpağın təyinatı var. Adam qanuni sual verib. Bu istəyir məcburi köçkün olsun, istəyir başqa fərqi yoxdur. Bunun məsələyə nə aidiyyəti var ki, bu məcburi köçkündür? Dünyanın kimi o insandan normal münasibətimiz oldu. Düzgün gəlib əkin əkirdi, biçim biçirdi, gəlib su da verirdik, evimizdən apardı içirdi. Amma o suyu istifadə elədi, yaxşı ünsiyyətdən. Gördük, xoş ünsiyyətdir. O ümumiyyətlə 40 ilə yaxındır, 30 neçə ildir burada yaşayır. Ona güldən ağır söz deyən olmayıb. Söhbət məcburi köçkün və yaxud da ki, yerli adam, lap qardaşım olsun orada o işi görən. Mənim üçün fərqi yoxdur, mən onu ayrı seçkiliyi eləmirəm. Adam düz deyir də, qardaş deyir, mən burada yaşayıram, pəncərəni açıram, heyvanın, malın, peyinin iyisindən mən yaşaya bilmirəm. Adam da genişləndirə gedir. Yaşayış yerində ferma tikərlər. Özünün 2 dənə evi var, şəhərdə mərkəzi gəlib oturub orada, burada gəlib şey tikir, ferma tikib, gedir səhər axşama kimi işləyir burada, bağlayır ağzını qıfıldayır, çıxır gedir rahat evin eşiyinə, biz burada idam oluruq. Yəni söhbət bunun haral olmağından deyil. Mən demirəm onu. Özü deyir ki, mən qaşqınam deyib özü istifadə eləyir. Biz o qaşqın deyib ona ayrı seçkili eləmirik. Heç vaxt olmayıb bizim rayonumuzda elə bir şey. Yəni ümumiyyətlə qanunda Azərbaycanlı qanı olan oralısan, buralısan söhbətini eləməz. O kimdirsə mənə irad tutan, o düzgün başa düşmür mən nə danışıram deyə. Yəni bizdə elə bir şey olmayıb. Söhbət lap mənim əmmim oğlu olsun, qardaşım olsun, o iş görsə deməli səhvdir o iş görən adam. Sən özü biznes xarakterlidir. Bir var ki, dolanmaq xəttində insan kasıbdır, nəyəsə keçərsən. Bu adam biznes xarakterlidir, bu şeylər. Bu çoxalda gedir. Neçə dənə yerdə özünün şəxsi torpaqları var. O olsun, artıq olsun. Söhbət ondan gedir ki, bu adam kiminsə narahatçılıq üzərində biznes qurub. Adam haraldır? Kəlbəcərlidir. Ağdam qaşqındır. Ağdam qaşqındır. Bəli. Bildim. Məhkəmə müraciət etsəz iddianız təmin olunacaq. Hə, Temboli Müşfiq müəllim, əmlak komitəsi cərimə yazıbsa bura, yəni elə belə yazılmayıb da bu cərimə. Elə deyilmi? Bu məsələni hardasa işıqlandırmısınız? Vallahi işıqlandırmamışıq. Bilirsiniz necə? İndi mən özüm də rayonda rəsmi işdə işləyən adamam. Qonşularımda da var. İstəmirik ki, rayon rəhbərliyi yəni bir şeydə qalsın, pis vəziyyətdə qalsın. İşıqlandırmamışıq. İstəyirik indi 3 dənə fövqəladə hallar, şəhər soveti, şəhər icra hakimiyyəti bunlar şəhər bələdiyyəsi. Bunlara müraciət edirəm ki, ancaq yarı-yarım çox söhbətlərdir. Hələ çalışır bu adam içməli su çəkmək istəyir. İnansız, onu bir şey unutdum, baş ağrısı olmasın. Bura əkin sahəsinə kommunal çəkmək istəyir. Dirəşib ki, mənə kommunal şey verir, içməli su verir, işığı çəkib uje. İşığı çəkib, mən işıqdan getdim, idarədən maraqlandım. Dedilər ki, ola bilər, əgər adında sənədi varsa, bu özünün şəxsi mülkiyyətidirsə, ərazisini işıqlandırma məqsədi ilə yüngül faza ona verilə bilər dedim, başa düşdüm. Amma qanunsuz binanın içində həmən işıqdan istifadə edir, kustar üsulla çəkilib, heç bir yanğın təhlükəsizliyinə də riayət olunmayıb. Sabah orada bir problem olarsa, bu özü birbaşa cinayət predmetidir. Mən sizə başa saldım. Məhkəmə tutun, məhkəmə müraciət edin, məhkəmə təmin eləyəcək onu. Hə, yəni tam qanunsuzdur, işıq da qanunsuzdur orada, yəni suyu da hələ qanunsuz tələb eləyir. Heç nə, Müşfiq müəllim, çox sağ olun. Yəni orada bizim etiraz olunası, bizə əks olunası bir şey olmazsa, yəni nə hər şeyi şəffaf formada danışdım. Əlbəttə, haqlısınız. Çox sağ olun Müşfiq müəllim, çox sağ olun. Allah razı olsun, təşəkkür. Buyurun. Alo. Buyurun. Salam. Salam. Çox sağ olun qoşduğunuz üçün.
Buyurun. Allah razı olsun sizdən. Dediniz Bizdə bir ölüm cinayət işidir, mən də məsələsi. boşdum. Buyurun. Bəli, çoxsan. Bəli, ölüm işidir. Mənim özüm Tovuzluyam. Mənim oğlum elə bir ki, vaxtında hərbiçi yaz olub, veteran olub. Nəysə hərbidən çıxdı, problem oldu deyən çıxdı. Bu Bakıda bir məsələ var idi. Ora qonaq gedib o evə. Orada bunu vurublar. Bu almacıq sümüyü sınıb. Yəni ölməyib, amma ölümcül vəziyyətdədir də, 6 ay yataqdadır. 2 dəfə əməliyyatdan çıxartdım. Nəylə Həmən vurublar insan- xanım? Bu inan bilmirəm qardaş. Həyətdə vurublar, oturduğu yerdə vurublar, başının arxasından. Qonaq getdiyi yerdə, orada biraz söz-söhbət olub, problem olub. İndi bilinir kim vurub. Bəli, bilir, tutulub da, həmən adam tutulub, amma həbs verilib də elə müstəntiq iş aparır. Bir 6 aydır, mart ayının 6-sı olub bu haqq hesab. 2 dəfə mənim oğlum əməliyyatdan çıxıb. Bir dəfə özəldə eləmişəm, bir dəfə Yaxşı, respublikan. nəyin üstündə vurub bunu? Burada mən açıq danışımda bu Danış. saxladığı bir xanım var idi. Onunla həmən xanımın bibisi Saxladığı qızı. deməyin də xanım, münasibətdə Ay, olduğu deyil. bəli, bağışlayın, üzr istəyirəm. Belə savadlı da deyirəm. İndi Amma daha ailə kişilər kimi, xanım saxlamır. ailə kimi, yəni olub da 6-7 ildir o ailəsi kimi saxlayıb. Amma qeyri-rəsmi olublar. O bibisi qızının evinə qonaq gediblər ora. Bibisi qızının evində də başqa adam olub, ailə olublar da qonaq. Orada içki məclisi yaz olub falan belə. Orada söz-söhbət düşüb. Oğlum istəyib dursun, çıxsın, gəlsin evə. Orada qoymayıblar çıxmağa. Həmən o ayrı bir insan, orada olan qonaq qoymayıb çıxmağa. Yəni davaları düşüb. Uşaq da deyib ki, dalaşmaq istəmirəm də, bir dənə uşağam, hərbiyə qayıdıb getmək istəyirəm. 1 aylıq buraxıblar ki, yəni səhvu başa düşdü. Yəni hərbiyə gec gedirmiş, saatlı vaxtında gec çatmırmış. Yəni dalaşmaq istəməyib. Çıxıb evə gəlmək istəyəndə bu yanındakı xanımın ürəyi gedib. Həyətdə onu ayatmaq istəyirmiş. Üzünə yəni şillələyib oturaq vəziyyətdə. Həmən arxadan bunu vurublar. Daşla vurublar, nə ilə vurublar, oturduğu verir, çömbətmə olduğu vəziyyətdə vurublar. O yəni bu indi siz müstəntiqlə görüşmüsünüz də, bu müstəntiqdən soruşmursunuz ki, mənim oğlum nə ilə vurublar? bəli, müstəntiq deyir ki, bilmirəm, ekspert elətdirmişəm. Ekspert deyir ki, bu bilmirik nə ilə vurulub. Müstəntiq deyir ki, bu təpi ilə vurulub. Mən də deyirəm, təpi ilə necə vurulub? Bunun almacıq sümüyü sınıb. Təpi ilə almacıq sünü sına bilər də, ayaqda möhkəm batinka olsa sındırar da almacıq sününü. Hə, deyir təpi ilə vurulub. O adam da deyir ki, o vuran adam da deyir ki, mən təpi ilə vurmuşam. Amma Sınaq elə var. bir formada vurulub, bu gül kimi baş açılıb da. Ola Belə bilər də xanım. hə. İndi müstəntiq deyir ki, sənin oğlunun da günahı var. Sənin oğlunda da orada yəni sənin oğlun cəzasını çəkməlidir. Axı nətər cəzasını Nə çəkməlidir? günahı var ki, sənin oğlunun? Nə edib ki, sənin oğlun? Mənim oğlum onunla evdə əllə çıxıb, amma onda heç bir zərbə yoxdur. Heç bir yəni Necə şey çıxıb? yoxdur da. Əl-ələ çıxıblar, dalaşıblar evdə. Amma onda heç bir qaraltı, yəni sınıq, bir əzik yeri yoxdur o uşaqda. Bildim, evin O içində həmin- dalaşıb sonra çölə çıxıblar da. Bəli, bəli, çıxıblar. Deyib ki, məni burax gedim də. Uşaq deyib ki, məni burax gedim. İstəmirəm səninlə dalaşmaq. O da bunu buraxmamış. Bir tərəmə bir güclə çıxıb düşüblər həyətə. Evdə də 6-7 nəfər adam olub. Heç kim bunları ayırmayıb. İndi burada mənim oğluma cinayət işi düşmür. Deyir ki, sənin oğlun Xanım, da burada baxmaq lazımdır ki, evin içində bunların arasındakı mübahisə hansı formada davam eləyib? Oğlun ona orada zərbə yetirib, yetirməyib, xəsarət yetirib, yetirməyib. Qarşı tərəfin hər hansı bədən xəsarəti var? yox, heç bir şey yoxdur. Heç bir şey. Orada olan insanlar, çünki xəsarət olsa indi ola bilər də bir-birlərini itələyiblər, vurublar, amma həmin gün o tutulub. Heç bir üzündə ya qaraltı, ya əzik, ya barmaq. Amma mənim oğlumun şəklini mən sizə atsam, elə bir gündədir ki, ya sifətində sağ yer yox, ayaq barmağından belə sındırıblar. Hətta döyüb maşının altına belə atıb. Uşaq qəfil ayılıb ki, mən maşının altındayam. İndi qulaq asın, cinayət işini hansı maddə ilə qaldırıb müstəntiq? Onu mənim müstəntiq demir. Mən ona görə məcburən vəkil tutmaq istəyirəm. Heç biri mənim müstəntiq demir. Müstəntiq Elə mənə şey deyib ola bilməz ki, barışmalısan. müstəntiq sizə maddə deməz. Elə şey olar. Vallahi demir, inan ki demir. Mən yığıram, heç müstəntiq mənə cavab vermir. Abşeron polis idarəsindədir, bizim işimiz gedir. Mənə elə hətta cavab vermir. Mənə deyir ki, sən uşağı niyə özəldə əməliyyat elətdirdin ki, bunlar sənə pul verməyəcəklər. Sən pul alasansa uşağın qan pulusun. Mən də almalıyam orada 5000 6000. Mənim borcum yoxdur buna. Burada pul davası eləyir müstəntiq, amma mən pul istəmirəm. Mən evladımın
qanı batmağını istəmirəm. Mən də məcburam ki, vəkil tutam. Vəkilə də inan imkanım yoxdur, amma məcburam da, yəni. Görürəm ki, mənim uşağımı günahkar çıxartacaqlar. Bildim xanım, mən başa düşdüm sizi. Amma burada maddəni bilmək lazımdır. Ki, maddə nə ilə qaldırılıb? Bir də sən oğlundan soruşmursanmı ki, ay oğul, bu evin içindəki davada necə olub, nəyin üstündə düşdü, kim kimə ilk zərbəni vurdu, bunu oğlunuz deyir misiniz? Soruşdum. Oğlum deyir, yanında olan xanım, burada hər şey danışamam. Orada araq məclisi, içki məclisi oldu. Çaxır içmək istəyib qız. Bu da çaxır içməyə razı olmayıb mənim oğlum. Qız da təsdiqləyir bunu. O yanında bu münasibətdə olduğu qadın çaxır içmək istəyib. Bəli, çaxır içmək istəyib. Oğlun Bu da icazə qoymayıb. verməyib. Bəli, bu da qoymayıb. Oğlan da dillənib deyib ki, içsin. O da bizim anamız, bacımız. Bu da götürüb deyib, nətər sən öz anın bacını çaxır içməyə razısan? Mən istəmirəm. Bu mənim yanımda Nə gəlibsə, olar ki, mən rəhmətli anamla çaxır içmişəm. Nə olar ki orada? Allah sizi gördürsün. Yəni orada istəməyib də içməyə. Onun üstündə, araq üstündə o varisdə apar düşüb. Ondan sonra bir güzünü o evdən çölə çıxandan sonra bu haqq hesablar həyatda davam eləyib. Sadəcə oğlum deyir ki, mama, Bildim, evin içində oğlunuz ona zərbə vurub. Xeyr, deyir, heç bir zərbə vurmamışam. Hətta anasına yalvarmışam ki, Müstəntiq boş-boş danışır xanım. bəli, anasına deyir, yalvardım ki, oğlu arala bir dənə deyir, binanın pəncərəsini sındırdım. Şüşəni əlimə götürdüm ki, öldürəcəm səni. Anası çıxdı qarşıma deyir. Alnımla Oğlunuz elə hərəkətlər eləyibsə, oğlunuzun həməndə xuliqanlıq var ki onda. Bəli, edib. Çünki deyir ki, mama etdim ki, məndən əl çəkmirdi. Amma deyir, anası çıxan kimi şüşəni attım yerə ki, oğlu apar içəri. Apardı deyir, təzdən gəldi üstümə. Bir dənə etdiyim odur deyir. Heç bir deyir, mama şillə belə vurmamışam. Yox, oğlunuz pəncərəni vurub sındırıb. Bəli, qırıb. Pəncərəni vurub sındırma elə xuliqanlıqdır da xanım. Orada da neçə nəfər olub? Bir 4-5 nəfər olub yəqin. Bəli, 3 qadın olub. O oğlumu vuranla bir yerdə 2 kişi olub. 3 qadın, 2 kişi. Bu tək olub. hallarına baxmaq lazımdır. Əgər oğlunuz orada mübahisəni başladıbsa və yaxud da mübahisə zəminində yəqin ki, oğlunuz içkili olub da. Bəli, içib, amma ən çox o oğlan içib. Bunu vuran içib. Anası təsdiqləyir ki, mənim oğlum çox içib. Sadəcə onlar mənə deyir ki, barışıq. Onlar da ifadə verir ki, bu vurdu şüşəni qırdı, elədi, sındırdı. Anası deyir, gördüm ki, əlində şüşənin qırığını tutub, nə bilim, qışqırır, başqırır. Bu artıq burada xuliqanlığın hərəkətləri hiss olunur. Amma yenə deyirəm ki, burada işin hallarına müstəntiq qiymət verəcək. Amma bəzən görürsən ki, belə olanda, yəni qarşı tərəf, yəni oğlun daha ağır zərbələr alıbsa, çox ağır, bəli. Bu zaman görürsən ki, müstəntiqlər sənin oğlunun hərəkətini hardasa bir arxa plana keçirə bilərlər. Amma qanun deyir ki, keçirmə. Niyə keçirirsən ki? Ona da maddəsini ver, buna da maddəsini ver. Bəli. Mən ona dedim, mənim oğlumun cəzası varsa cəzasını çəkməyə razıyam mən. Amma dedim, ən çox bu həyatından məhrum olub. Bunu heç bir şeyə yaramır. Adicə bir qarolçu belə işləməyə yaramır. Bunda mən dəmir qoydurdum, o şuruplarla belə başı yığıldı da. Bu evdə yatır, mən qadın olaraq işləyib bunu saxlayıram. Yaxşı, müstəntiq niyə həbs eləmir o adamı? O adamı həbs edib, amma müstəntiq bizim qabağımıza şərt qoyur ki, mənim qabağıma şərt qoyur ki, sənin oğlun da burada cəzasını çəkəcək. Adam həbsdədir. Bəli, həbsdə belə müstəntiq davam edir, elə tutulmayıb. Amma həbsdə mən inanmıram ki, tutulub. Başa düşdüm, tutulmayıb dəndə. Həbs olunub, adam indi hardadır? İçərdədir, oğlunuzu vuran adam. Müstəntiqin dediyinə görə içərdədir. Hadi müstəntiq niyə yalan desin ki? Elə yəqin həbs edib də, içərdədir də. Bilsə, müstəntiq əvvəl bizi tərəfi idi. Sonra bunun yiyələri bizi ilə danışdı. Mənə dedi ki, bunu belə, mən də dedim, istəmirəm. Çünki mənim uşağım həyatından məhrum olub, işindən yox olub. Müstəntiq də mənə dedi ki, yəni burada barışıq olsa daha yaxşı olar. Barışıq olmasa sənin oğlun cəzasını çəkəcək. Mən də onu bilməzdim. Onda mənim oğluma tutulma burada düşür, belə olanda. Sənin oğlun əməlində məsələ odur ki, əgər xuliqanlıq tərkibli versələr 221-ci maddə, o vaxtı sənin oğluna 221.3 verilməlidir. Çünki onun əlində tutduğu
şüşə parçası silah qismində istifadə olunan əşyadır. Orada da cəza var xanım. O 5-6 il cəza var orada. 4-5 il. Yenə deyirəm, işin hallarına baxmaq lazımdır orada. Sən Tovuzun harasındansan? Eyüplu kəndindən. Mən Göyçaylıyam, ora gəlin gəlmişəm. Sən mənim kətçimsən ki onda. Bəli, ora mən gəlin gəlmişəm. Sən mənim Eyüpludan olduğumu bilirsən. Bəli, yoldaşım dedi Eyüpludur. Ha, bildim. Yaxşı, siz Instagramda mənə yazarsınız, mən o müstəntiqdən bir özüm soruşaram da. Çox xahiş edirəm, sizdən çox xahiş edirəm. Mənə belə köməklik edin. Instagram səhifənizi mən necə götürə bilərəm sizin? Elə Instagramda Müşfiq Abbasov yazarsınız çıxar. Orada yazarsınız, mən müstəntiqlə danışaram özüm. Tamam, çox sağ olun. Allah razı olsun. Bizə belə köməklik edin. Sağ ol. Müəllim, biraz takipçi yığaq da. Dostlar, 1000 nəfərik, zəhmət olmasa adımın yanında yuxarıda plus işarəsi var. Timur, çox sağ ol. Ona basıb 131 takipçimiz var. 20 nəfər də gəlsin, 150 nəfər eləyək devam. Yuxarı adımın yanında plusa basın, yeni gələnlər. Xahiş edirik. 139 oldu. Fanat klubuna qoşulub məni sev də atın zəhmət olmasa. Fanat klubuna da qoşulub məni sev də ata bilərsiniz. Yuxarıda adımın yanında plus işarəsi var. Ona basıb zəhmət olmasa abunə olun. 162 nəfər olduq, maşallah. 165 oldu. 35 nəfər də gəlsə əla. 200 nəfər olaraq. 168 oldu. Fanat klubuna da üzv olun dostlar. Hədəfdəki hədiyyələrdən atın hüquq verilişimizin vaxtını uzadaq biraz. Müşfiq müəllimin icazəsi ilə. 170 nəfər oldu. 1100 nəfərik dostlar. Yeni gələnlərin hər birinə deyirəm ki, adımın yanında plus işarəsi var. Ona basıb kanala abunə olasınız. 174 oldu. Şəxsilən təşəkkür edirəm. İslam 027 təkrar mesaj yazma. Allahın bir gürünü atmırsan PK-da, elə yazırsan ki, PK-ya keçək. Şəxsilən təşəkkür edirəm. Ay Vüqar, sən də hamıya fikir verirsən. Necə də tutmuşsan onu? Hamını tanıyırsan ki, Vüqar burada. Daimi izləyicimizdir, düzdür, amma PK vaxtı deyil də, siz özünüz bilirsiniz, nə vaxt keçir. Gündüz bəy, buyurun. Şəxsilən təşəkkür. Gündüz bəy, buyurun. Dəstək olan hər kəsə təşəkkürlər dostlar. Yeni izləyicilər zəhmət olmasa, cəmi 19 nəfər də gəlsə əl olacaq. Adımın yanında plus işarəsi var, ona basın, kanala abunə olun dostlar. 19 nəfər yeni izləyici gəlsə 200 dənə izləyici olacaq. Nəsirov, təşəkkür edirəm sizə də, Nəsirov. Sevgi dolu, buyurun. General, buyurun. Salam əleykum Müşfiq müəllim, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Bir sual vermək istəyirəm sizə. Buyurun. Zəhmət olmasa. Deməli, mənim evim var, ipotekini almışam.
İnşallah 5 ildən sonra, 6 ildən sonra dövlət tərəfindən mənə ev veriləcək. Belə deyək də, inşallah. Allah qoysun. Boşanma olsa və yaxud da olmasa, həmin dövlət tərəfindən verilən ev boşanma olsa, o da mı bölünməlidir, yoxsa yox? Dövlət tərəfindən sizə ev niyə verilir? Hərbiçi olduğum üçün. Bilirsiniz, birgə nicah dövründə əldə olunmuş bütün əmlak bərabər bölünür. İndi buna baxmaq lazımdır. Bu bağışlanmaya biraz oxşayan məsələdir. Mənə elə gəlir ki, mən açığı bu suala düzgün ola bilsin cavab verə bilmərəm. Məsəl üçün dəqiq bilirəm ki, bağışlanmış ev bölünmür, bölgəyə getmir. Amma indi bu dövlət tərəfindən xidməti vəzifənin icrası ilə bağlı verilən evi bilmirəm mən. Aydındır, başa düşdüm. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Çünki mənim sahəm deyil, bu mülki sahədir. Vüqar, keçirəm o tərəfə, Vüqar. Oldu müəllim, keçək. Canlını paylaşın zəhmət olmasa. 34 nəfər bu gün Dostlar, zəhmət olmasa 187 izləyici gəlib. 13 nəfər də gəlsin, 200 nəfər olaq. Adımın yanında plus işarəsi var yuxarıda. Zəhmət olmasa ona basın, kanala abunə olun. 187 nəfər yeni izləyicimiz var. 189 oldu. 11 nəfər də gəlsin. Gözləyək, 11 nəfər də gəlsin. Hamı ola bilsin ki, abunə olub ki, bir nəfər gəlmədi. Ay Müşfiq bəy, təzə açmışam axı canlını. Salam Bəxtiyar, salam, necəsən? Salam, çox sağ ol Müşfiq, nə tərsən, nə var, nə yox? Yaxşılıq, sağlıq, salamatçılıqdır. Sağlığın qadası, təzə açmışam canlını, bəlkə birazdan oynayaq. Təzə açmışam. Dünən pis olmadın. Mən həmişə deyir ki, kişilərə məğlub olmaq mənim üçün heç vaxt pis olmaz. Nə olar ki? Sizə məğlub olmuşam da, amma bugün inşallah əvəzini çıxacam, özü nəyi var çıxacam. Nəyi var? Baxaq. Birazdan. Olar. 11-də birinci oyunumuzu oynayaq mı saat 11-də? Olar. Tamam, 11 tamamda gələcəm, amma bir yer olsun da, gözləyirəm yarım saat. 11 tamamı nəzər. Bildim. Dostlar, bu Bəxtiyar həmişə belə danışır.